ağıl dişiniz ağrıyır və çəkdirmək istəyirsiniz, o zaman bu videoya mütləq baxınız. Əgər siz ağıl dişinizi çıxartdıracaqsınızsa, üzünüz arı sancmış kimi şişə bilər. Əvvəlcə sizə keyləşdirici dərman vuracaqlar. Əgər diş hələ görsənmirsə, ilk növbədə diş ətini kəsəcəklər, daha sonra dişi dartaraq kökdən çıxaracaqlar. Ağıl dişlərinin iri olması və ətrafında çoxlu sayda damar və sinir uclarının yerləşməsi çəkilmə zamanı iltihab və şişkinliyə səbəb ola bilər. Amma qətiyyən narahat olmayın. Çünki adətən bir həftə ərzində şişkinlik yatır və ağrılar yox olur. Sadəcə olaraq həkimin dediklərinə əməl etmək və eyni zamanda da ağız gigiyenasına xüsusi diqqət yetirmək kifayətdir. Mən Asil Mif. Birlikdə hər gün öyrənək. Bu videoya mütləq baxmalısın. Ağda gülməyimi göstərmə.